Salam, hər vaxtınız xeyir olsun. Əziz sosial şəbəkə izləyiciləri, xahiş edirəm bu videonu paylaşın, bəyənin. Sizə təqdim edəcəyim süni intellektlə hazırlanan bu videolara baxın, sonra mövzumuza davam edəcəyik. Ay camaat, Azelov ölmüyor. Düzüne deyirəm, Azelov lay peredok. Tez bu oyun bitsin, Əşrəf Rüya başlayır, gedim ona baxım. Siz hamınız Əşrəf balam tək. Nənə, Ronaldo yoxsa Messi? Ronaldo benim aşkımdı. Nənə, evdə nə işlə məşğul olursunuz? Valla PUBG oynuyorum, bir de Əşrəf Rüyaya baxıram. Hər halda bu videolara baxdınız. Mənim sözüm buradan bu videonu röportaj edib, yaşlı nəsli bizə bu cür təqdim edən insanlara. Vallahi, yəni hər halda sizin evinizdə də yaşlı nəsil var, qoca insanlar var. Yəni, oxşuyur siz evinizdəki yaşlı nəsillə də bu cür davranırsınız. Ayıb bir olma. Hələ bugünkü gündə süni intellektlə istifadə edə bilməyən bu cür insanlar var. Olmazmı ki, şanlı Azərbaycanımızın tarixini gənc nəsilə gözəl şəkildə anlatasın. Olmazmı ki, şəhidlərimizi, qazilərimizi, veteranlarımızı, ümumiyyətlə də maarifləndirici bir işlə məşğul olsunuz. Belə bu cür təqdim edirsiniz yaşlı nəsli. Ayıb deyil. Vallahi utanın. Nə deyim, söz tapa bilmirəm. Sağ olun.